Bəli, oxumuşam. Tamam. İndi biraz sual-cavab edək. Başlayaq elə sizlə Sayət Hı xanım. -hı. Feilin quruluşca növləri. Quruluş üçün o düzəltmə falan onu deyirsiniz. Bəli. Düzəltmə mürəkkəb feil olur. Bir də sadə. Bir də sadə bəli. Aha, mənə bir dənə sadə feil deyərdiniz. Ə, Bir dəqiqə fikirləşim. Sadə feil getmək, gəlmək bunlar sadə feildir. Bir dənə düzəltmə feil deyərdiniz. Düzəltmə feildə orada şəkilçilərlə olur. Məsələn, vidalaşmaq, orada laş şəkilçisi var. Aha. Ə, Bəli, Sabirə xanım. Dərsdən çıxırsınız, yoxsa səsi açamırsınız? Hə, heç sən narahatçılıq yoxdur. Sayət xanım, feillərin düzəltməsi demişdim iki cür olur. Var adlardan düzələn feillər, bir də var feildən düzələn feillər. Yadınızdadır, şəkilçilərində demişdim. Adlardan düzələn feillər hansılar idi? La, laş, lan bunlar. Hə, la, lan, laş, bir Laş, də a, la, laş. ar, aha. Ar, Bəli. al, aş. Aha. Bəs feil... Aha. Feildən feil düzəldənlər orada ıl, dır, ış, ın, sonra it, Ar. ar bunlar idi. Aha. Il, ındırış, ılındırış, ır, ar. Ar, aha bəli. Aha. Bunlara bir dənə nümunə deyim. Bəs lap istəyirsiniz mən deyim, siz deyin ki, kökü feildən düzəlibdir, yoxsa isimdən düzəlibdir? Aha. Aha, yaxşı deyil. Dostlaşmaq. İsimdən düzəlib. Aha. Və yaxud Laş, siz dediniz vidalaşmaq. Vidalaşmaq da. Ağıllanmaq. O da isimlə. Başlamaq. Başlamaq. Bu feildən elə. Oradakı şəkilçi hansıdır? Başlamaq deyirəm. Ladır, bir də sonra maq gəlir. Aha, la demək la varsa hansıdır? Elə isim olacaq. Bəli, isim olacaq. Çıxarmaq. Çıxarmaq. Ardı, o da elə isim. Aha. Yox, çıxarmaq dedim, ılındırış, ırar var idi. Bəli, baş sözündən başlı olur. Çıxarmaq sözün kökü nədir, Sayət xanım? Çıx. Ay, sağ ol. Sual verin, çıx. Nə et, çıx. Nə etmək. Bəli, demək nədən yaranır? Feildən elə. Ay, sağ olun. Yazdırmaq. Yazdırmaq orada ırdı şəkilçisi. Ona görə feildən düzəlib. Yoxsa orada yaz olur. Sözün kökü yazmaqdır, feildir. Yaz, nə et, yaz. Mən onu şeylə qarışdırdım desən, yazı. Yox, yazı yox. Yazmaqdır sözün kökü. Bax, yazmaq deyirəm. Sözün kökü yazmaqdır. Bu feildən olacaq. Bəli. Sonra satdırmaq. Satdırmaq. Orada da ır olacaq. Satdırmaqdır. Bəli, dır olacaq. Sat feildən düzələn feil. Bəli, feildən düzələn feil. Yaxşı, bundan düzəltmədən bəsdir. Mürəkkəb. Mürəkkəbdə orada ıb şəkilçisi səhv eləmirəmsə var idi. Fikirləşim nə idi orada? Nümunə desəz deyə bilərəm belə. Yəni tam qrammatikanı deyə bilmirəm. Tamam. Görə bilmək necə düzəlib? Görə bilmək. Hansı yolla düzəlib? Görə bilmək feili.
bilmək sözü olanda səhv eləmirəmsə Aysa. orada Birinci onun tərəfi A şəkilçisi, gör, A, ə. İkinci tərəfi aha, bilmək olanda bu olur nə? mürəkkəb feil. Mürəkkəb feil. Sonra yazıb pozmaq necə düzəlir? Yazıb pozmaq orada civildifis olanda Bəli, əks mənalı o sözlərin mürəkkəb. köməyi ilə. Çıxıb getmək. Çıxıb getmək. Ə, onu bilmədim. Birinci səhvi Çıxıb ıb olacaq. Ib şəkilçisi var. bəli, birinci səhvi ıb, ikinci səhvi getmək, gəlmək bu feillər olarsa. Aha, bəli. Sonra məncə mürəkkəb feildən belə qalmadı. Hə, bir də olmaq, etmək var idi. Nümunə deyin. Olmaq etmək. Pis etmək var məsələn. Qohum olmaq. Aha. Olmaq, Pis etmək, etmək. bir də namaz qılmaq. Namaz qılmaq. Bəli. Mürəkkəb feillərdir. Sonra mürəkkəb feildə məncə dedik, ıbı dedik, getmək, gəlmək, əks mənalı dedik. Birinci səhvi A, Bəli. ikinci səhvi Etmək, eləmək, bir də ki bilmək. dedim. Hə, heç nə bu qədərdir. Sonra digər iki yoldaşlara sual verə bilməyim də, onu da altdan yazırsınız. Necə? Mənlə idiniz? Elə biz sizin üzərinizdən ancaq sual cavab edəcəm. Digər yoldaşlar hələ Ah, səsləri aça bilmir. Ona görə. Feil, nədir oldu? Yəni nə xeyri də aça bilmədim. hə. O da Sabinə xanım, Sayat xanım deyə bilməsə siz yazın, mən baxıram burada. Hə, yaxşı Aytəc xanım. Məna növlərinə keçirik yoxsa? Hə, şəkillərinə. Hə, sırf Sayat xanım üzərindən quruq dərsi. Feilin iki növ var idi. Dedik var təsriflənən feillər, var təsriflənməyən feillər. Təsriflənən feillər isə iki yerə bölünür. Var feilin şəkilləri, var feilin növləri. Feilin şəkilləri hansılardır Sayat xanım? Yaxşı sualdır. Bəlkə burada köməkdən istifadə edeyim. Dostlar qıraqdan yazır. 50-50 dosta zəng yazırlar qıraqdan. Arzu, əmir, Arzu, xəbər, əmir. aha, şərt, vacib, lazım. Sabinə xanım, arzu şəklinin şəkilçisi hansıdır? Aya. Aha. Bir dənə nümunə deyin. Aya məsələn yazaq. Ay sağ ol. Onu mən sənə görə dəyişin. Mən yazam. Aha, sən Sən yazasan. O yazar. O yazar. Tamam, bu qədər bəsdir. Aytəc xanım, bir dənə feili vacib şəklində yazın. Elə yəni nümunə olaraq yazın ki, məsələn mən ay sağ ol, gəlməliyəm. Malı olacaq orada şəkil. Yazmalıyam. Sonra lazım şəkli. Lazım şəkli ası olacaq. Aha. Nümunə. Yazatıyam. Aha, yazasıyam. Ay sağ olun. Aha. İndi bu elə yazmaq feilini əmr şəklində deyin. Yazmalısan. Yox, əmr şəklində. Orada mal məli dedi axı. Malı demədim. Yazmalısan. Yazmalı. Yazdım olacaq. Yazdım, yazsın, yazaq. Belə olur. Yazım, bəli, əmr şəklinə. Mhm. Sonra demək. Hə, xəbər şəklini necə tapırıq? Xəbər şəkilçisi orada səhv eləmirəmsə ır var idi. Necə tapıram? Yəni zamanları görəndə Zaman şəkilçiləri, bir də şəxs şəkilçiləri ilə artırmaq olur. Səhv eləmirəmsə düzəlirdi. aha, zamanlar hansılardır? Ümumi soruşursunuz. Yox, sizdən soruşuram, digərləri yazır, görürəm. Aytəc xanımla Sabinə xanım da yazır. Siz də cavab verin. Zamanlar hansılardır? İndiki gələcək. Bir də Keçmiş. keçmiş.